Değerli izleyiciler, bir daha sizleri Bərdə maşın bazarından salamlayırıq. Videomuzun ikinci hissəsi. Buradakı maşınların böyük əksəriyyəti Sovet maşınıdır. İzləyicilər xarici maşınlar istəyir. Amma xarici maşınlar barmaqla sayılacaq qədərdir. Baxın, göstərirəm. Hamısı 06-07. Qardaş, Allah xeyir versin. Sağ ol, sağ ol. Mitsubishi L200. Buyur, məlumat ver bilək, necə maşındır? 2008'dir, 2.5 turbodur, dizel. Aha. Nə vaxtdan sizdədir? 3 ildir. Etibarnamə yoxsa format olma? Yox, yox, format olmur, öz adım. Öz adınız olan maşındır. Bəli. Alandan sonra xərcləriniz nə olubdu maşınıza? Maşın dağa sürdüyüm üçün, yəni cızılıb eləmişdi deyə kraskaya vermişəm bir dəfə zbor. Maşın kraskalanır. Bəli. Mühərriki nədir bunların? Mühərriki 2.5 turbo. Benzin? Dizel. Dizel mühərrik. Necədir mühərrikdə vəziyyət? Yaxşıdır. Yığdırmadı? Yox, yox. 340 min göstərir. Eləmi? Problem. Aha, bəli. Yağ azaltma, səs. Yox, yox, yoxdur. Nə qədərdir sərfiyyat yanacağı? 109 litr. Dağ yerində sürəndə, qıntavoyda sürəndə 10, 11 belə. Asfaltda sürəndə bəs necə? Asfaltda sürəndə 8-9 belə. Kondisioner işləyir? Hə. Yaxşıdır yoxsa problem var kondisionerin? Kondisionerin paçevnikində biraz vıcıltı verir. Yaxşı soyutmur yoxsa? Hə, həm vıcıltı verir, həm soyutmur, yaxşı. Korobkası mexanika? Aha, bəli. 5 dönə? Bəli. Atma, səs yox? Yox, yox, yox. Motor, korobka. Öndə çəkir, arxada? İkisi də? Razdatkanı sepat qaz edeyim. İndi hansı? Arxa işləyirmi, ön işləyir? Ha, arxa işləyir. Önü qoşanda işləyir, amma xarıltı verir. 450 man xərci var. Lazım olmur ümumiyyətcə qoşmaq, yoxsa heç ehtiyac Yox, ehtiyac olmur. Altında vəziyyət necədir? Yaxşıdır. Çürüyüb, pasır? Yox, 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 heç bir çürüyü yoxdur. Harası dəyib dağılması yoxdur ki? Yox, yox, yox. Olmasın. Peredokda səs-küy yoxdur? Yox, yox. Təkərlərdəki hərəkət işlətmək olar, eləmi? Bəli, bəli. Yəni yarıdan çox üstündədir. Dəyişiləni varmı? Qapı, kril, kapı? Yox, yox, yox. Heç nə yox. Maşınımızın kaskası yaxşı. Aynalar necə? Qırıq çat yoxdur aynalarda. Bir dənə bu güzgünün arxa tərəfində nikel qopdu da. Hə. Düymə ilə qalxır aynaları. Yox, yox. Əllə qalxır. Əllə. Yox, içəridən düymə ilə hə qalxıb yenir içəri hissəsi. Bunun özünə hərəkət. Güzgünü demirəm, aynalar deyirəm. Hə, hə, yenib qalxır. Dördü də düymədir? Bəli. Aha, işləyirlər. Bəli, bəli. Qəşəng. Kuzası da var, kuzası da yaxşı. Maşınımızın da ki da əlavə kiminlə sual olsa yəqin ki sizinlə əlaqə saxlaya bilər. Qiymətini deyim bizə. Qiymətini 17,5 deyirəm. 17.500 deyirsən, 17.000 sayan olsa vermək olar. Bəli. Görmək istəyən hara gəlsin? Bərdə. Uğurlar arzu eləyirəm. Sağ ol, sağ ol. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ ol. 07 maşınınızı satmaq fikrinə düşmüsən. Bəli, bəli. Buyur, məlumat ver bilək necə maşındır? İl 2009-dur. Öz maşınımdır. Ortaqda sürdüyüm maşındır. İndi gətirmişəm bazara. Nə vaxtdan sizindir bu maşın? Maşın hardasa 1 ildən çoxdur bizdədir. Etibarnamə yoxsa aformut Yox, olmuş? yox, aformut öz adımızdadır. Öz adınız olan maşın. Bəli, bəli. Alandan sonra xərcləriniz nə oldu? Xırda para şeylər. Elə güclü bir şey xərc Xeyr, çəkməmisiniz. Mühərrik 06-dır bunlardan. 06 mühərrikidir. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Mühərrikin vəziyyəti ideal vəziyyətdədir. Korobkası, mostu, diferində səsi yox. İdeal vəziyyətdə maşındır. Otursun maşındır. Bilmədiniz, yığılıb mühərrik yoxsa yox? Yox, zavod mühərrikdir. Açılıb Əl eləmir. dəyməyib deyir. Bəli, Yağ bəli. azaltması yoxdur, ha? Xeyr, xeyr. İdeal Səs yaxşı vəziyyətdə. deyirsiniz. Bəli. Korobkada vəziyyət necə? İdeal Atma vəziyyətdədir. Heç bir şeydə atma yox. Diferensiyası da yoxdur. Heç bir şey yoxdur. Maşın bugünkü ideal vəziyyətdədir. Nə bilim, biz tərifləyirik, izləyicilər də deyir gedib Yox, baxır. yox, yəni biz indi sözümüzə düzük də maşın ideal vəziyyətdədir. Bugünkü Allah bunu eləsin, çıxartmışıq. tək siz dediyiniz kimi olsun hamısı. Polda vəziyyət necə? İdeal vəziyyətdədir. Çürük pas Sürükdən, yoxdur. pasdan söz gedənməz. Olmasın. Belə Peredokun səs-küyü necə? Peredoku təzə yığdırmışam, ideal vəziyyətdədir. Yəni çəkə də bilərsiniz. Təkərlər yaxşıdır? Təkərlər ideal vəziyyətdədir, təzədir, normal təkərlər hamısı. Normaldır. Maşınımızın dəyişənlərini də deyin də. Maşınımızın 2 dənə qabaq krel dəyişib. Vuruq İşte- oldu mu yoxsa Yox, elə Çürümə belə yolu. cuzi
sürtükləri olduğuna görə elə bir ki, Sizdən əvvəl olub. bəli, məndən əvvəl. Maşınınız da tam kraskalanıb yəqin ki. Bəli. Aha. Kosmetik şey yoxdur ki hazırda. Xeyr. İdeal vəziyyətdə. Aynalarında vəziyyət necə? Aynalarında vəziyyət bir dənə orada Ön aynasında iki yerində deyiləm çıxdaq var. Bəli. Şiti yaxşıdır, hə? Şiti salamatdır, bəli, yaxşıdır. Oturacaqlarda vəziyyət necə? Oturacaqlar da normal vəziyyətdədir. Cırıq, sökük, çöküntü. Yox. Yüngülvari şeylərdə onlar da elə-belə şeydir. Aynalar düymə ilə qalxır, əlləmi? Düymə ilə. Önləri yəqin ki. Bəli. Pultu necə? Pult işləv vəziyyətdədir, işləyir. Qapıları bağlayır. Bəli. Çox gözəl. Qiymətini deyin bizə. Qiyməti 5600 deyirəm, real alıcı ilə söhbət eləyərik də indi aşağı-yuxarı nə olsa. 5600-ə deyirsiniz. Bəli. 5300, 5200 təklifi gəlsə nə deyək? Alınar, həll eləyərik. Hara gəlsinlər? Ünvan indi burada inşallah görək satılsa eləyəcək. Satılmasa da Füzuli rayonunda qalırıq. Yəni ancaq ora gələ bilərlər. İstəyən olsa, yəni orada göstərəsiniz. Bəli. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun. Siz də sağ olun. Buyurun. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah kömək olsun. Mol 7-ni satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşın? 2011-dir. 2011. 7-7-yə deyirik. Yazılsa yazışma var. Nə vaxtdan sizindir maşın? Valla 10 gün, 15 gün olar. Satış üçün mü almışdınız? Bəli. Allah çörəyinizi versin. Sağ ol. 10 gün içərisində maşınımızın necə maşın olduğunu bildiniz? Bəli. Sağlamlığını. Yaxşı maşındır. Xərc çəkdinizmi? Kəşdir, hə, bəli. Nə düzəltdirdiniz? Motor yüngü var, gəzirdir. Saat yağ yeməyi yoxdur. Kavka atma yoxdur. Difində səs yoxdur. Motor 06-dır. Bəli. Açılıb yığılıb motor yoxsa? Yox, xeyr. Əl dəyməyib Yox. deyirsiniz. Bir də yığın nətər əl gəzdirmisən bax. Motorunu əl gəzdirmisiniz. Bəli. Hə, lap yaxşı. Korobka 5, atma yox. Bəli, 5-dir. Diferdə vəziyyət necə? Difində səs yoxdur, yox. Diferdə yaxşı. Polda çürük pas yoxdur. Yoxdur, xeyr. Peredok necə? Yaxşıdır. Səs-küy yoxdur ki. Yox, xeyr. Təkərlər yaxşıdır. Bəli. Təkərlər hələ ki işlətmək olar. Dəyişənlərin də deyirlər. Zavoddur. Heç bir detal dəyişməyib. Yox. Kraska vurulub amma. Yox, o da dəyməyib. Kraskası da yoxdur hətta. Xeyr. Qəşəng. Aynalarda vəziyyət necədir? Təmizdir. Nətər? Qırıq çatı yoxdur ki aynalarında. Şitin üstündə çuxol var. Özüm bilirəm, sən mod kimi, cavan uşaq kimi. Qırıq çatı yoxdur altında. Yox. Aç baxa da bəs. Qəşəng. İstəyən var. Qiymətini 7-7-yə. 2011. Aşağı yedi o adam. Sağ ol. çoxdur belə soruşanlar yoxsa? Ulan indi soruşdu hələ. Oturacaqlarda vəziyyət necədir? Yaxşıdır. Cırıq sökük çöküntü yoxdur ki. Xeyr. Aynalar əllə qalxırmı? Düymə iləndirmi? Yox. Pəncərədə bu şüşə. Bəli, şüşələr. Xeyr. Əlləndi. Əllə. Pultu var. Yox. Qapılar- Açanla bax. Qapılar da açarla. Qiymətini də 7700-ə Deyirəm, deyirsiniz. aşağı yer var. 7300-ə istəyən olsa vermək olar. Danışma olar da, 7-7-dən aşağı eləmə olar, danışma olar. Əsas odur zəng eləsinlər. Hə, Hansı rayondadır? Ağsu. Uğurlar arzu edirəm. Sağ ol, Allah kömək olsun. Siz də sağ olun. Allah xeyir versin qardaş. Sağ ol qardaş. 09 maşını. Bəli. Buyurun məlumat verin bilək necədir? Maşının rəngi metalikdir. Bütün sənədləri qaydasındadır. İri neçədir? 98-dir. Siz nə vaxtdan işlədirsiniz? Hardasa 1 ilə yaxındır bizdədir. Etibarnamə yoxsa format olunub? Yox, etibarnamədir, burası yəsi yaxındır. İllərlə davarını salmaq olar. Hələ vaxtına varmı yəni etibarnamənin? Var. 6 ay var hələ. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Mən perodokun yığdırmışıq, yağını dəyişmişik. Xırdapara işlərini gördürmüşük. Mühərrikini yırdırmadınız? Xeyr, heç bir problem yoxdur mühərrik. Mühərrik yaxşı deyirsiniz. Yağ azaltması yox. Heç nə, olsa pulundan çıxılayaq. Korobkada vəziyyət necə? Qəşəkdir korobkası. 5 olar da yəqin ki. 5-dir. Atma səs yox. Heç nə yoxdur. Perodokda vəziyyət necə? Super iş, səsi, küyü, heç nə yoxdur. Qranat dəyişmədiniz ki? Yox, dəyişməmişik. Elə belə dediyimiz puldan xırdapara 150-200 manat işləri var. Onu çıxarıb. Perodokda mı yoxsa ümumilikdə? Hə, perodok qranatın birində. Ekran necədir? Qəşəkdir ekranı. İş olub? Olub, amma yəni
idealdır da, pis deyil. Polda vəziyyət necə? Çürük zad heç nəyə yoxdur. Dəyişənlərin deyim bizə. Bizdə heç bir detal dəyişməyib. Yox, ümumiyyətcə varmı? Bilirsinizmi? Yəqin ki də olar. Olmamış olmaz, amma bizdə olmayıb. Kosmetik işi yoxdur ki. Yox, biz gördüməmişik. Yox, bir şey yoxdur ki, qopan yeri Yox, yox, Kraska heç bir yaxşıdır. şey yoxdur, heç bir şey. Kraskası yaxşıdır. Aynalarda vəziyyət necə? Qırıq çat olanı yoxdur ki. Xeyr, xeyr, pat presli təzə qoymuşuq. Şitdə normaldır da. Normaldır. Bunların əksəriyyətinin hamısında şitində problem olur. Oturacaqlar. Normaldır, qəşəngdir. Çırıq sökü çöküntüsü. Yox, yox, heç nəyə yoxdur. Çıxırlar, zaten hamısı qaydasında. Aynalar əllə qalxır yəqin. Bəli, bəli, ruşka. Pultu yoxdur. Xeyr, puntu yoxdur. Qiymət neçə? Qiyməti 4500-ə deyirik. Real alıcı olsa xırdapara işləri, o 150-200 manat işləri var. Onu o puldan çıxarıq. Töv 4000-ə istəyən olsa verək. Danışarıq. Hansı rayonda? Bərdə rayonu. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz Siz də də sağ olun. çəkdiyiniz üçün əziyyət çəkdiniz. Allah canınızı sağ eləsin. Minnətdaram var olasınız, sağ olun. Qardaş, Allah bazarınızı versin. Sağ ol, çox sağ olun. 07 maşınınızı satırsınız. Bəli. İzləyicilər də deyir hamısı 06-07-dir, amma bilmirlər ki, elə bazarda olan maşınlar bunlardır. Hə də, 07 də var, 06 da var. Buyurun, məlumat verin. Bilək necə maşındır. 2009 ilidir, 5500-ə deyirəm. Yəni düşərəm biraz aşağı. Şəki maşınıdır. Nə vaxtdan sizdədir? 2-3-cü ildir. Etibarnamə yoxsa öz adınızadır? Yo, öz adımadır. Mən alıb sıraza format eləmişəm. Aformut elətdiniz. Gözəl. Uca 3-cü ildə öz adımdadır. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdiniz? Xərcləri heç nə. Ondan sonra xadovkası o yan bu yan xırda xuruş işlər. Dəyişilən detal qabaq kırılodur. Bir dənə sürücü tərəf kril Bir dənə dəyişir. sürücü tərəf kırılıb, vəsə. Digərləri özününkidir. Özününküdür, hə. Ehtiyac var. Yüngül bir kosmetik işə ehtiyacı var. Mühərrik 06-dır yəqin ki. 06 gedir də bunlar, hə, 06-dır. Necədir mühərrikdə İnjektor vəziyyət? motordur, yaxşıdır, əladır, heç bir problemi yoxdur, təkərlər təptəzədir. Mühərrikin yağ azaltması necə? Yoxdur, yağ yemə, heç nə yoxdur, hər şey yaxşıdır. Bilmədiniz, açılıb, yığılıb mühərrik. Yox, açılıb yığılmağını eləmirəm. Özüm, məsəl üçün, bir 6 ay bundan qabaq klapanlara regrovka verdirmişəm. Karabka yaxşıdır, Yaxşıdır, hə. atma yoxdur. Salniklərin rezinləri hamısı dəyişilib, yaxşıdır. Yox, atma vəbşi yoxdur, əladır. Diferin və səsi. Yoxdur, difirdə səs yoxdur, yaxşıdır, əladır. Pol necə? Əladır. Çürüyü, pası yoxdur Çürüyü, ki. pası yoxdur. Kosmetika ehtiyacı var bizə başqa. Pedokda səs-küy. Yoxdur, heç nə yoxdur, hər şey yaxşıdır. Təkərlər də yaxşıdır. Təkərlər təptəzədir. Təzə Təzə təkərlər. təkərlər. Maşınımızın dəyişiləni Opsi siqnalizasiya sistemidir. Bagaj da hamısı pultlandır. Bez şumka olub, qapılar, patoloku hər yeri bez şumkadır. Yəni yaxşı. Aynalar təmizdirmi? Qırıq çat yoxdur ki? Yox, heç birində çat yoxdur, hamısı yaxşıdır. Şitin üstündə iki yerində çat Ya var. şitdə iki yerdə elə çat var, hə, günün altında qalıb olub o da. Oturacaqlar necədir? Əladır, təmiz verjidir, oturacaqları da yaxşıdır. Cırıq, sökü, çöküntüsü yox. Yox, heç nə yoxdur, hər şey yaxşıdır. Acana Maytafon sürücü piyoner tərəfdə acana nəsə var, o da elə belə cüz. azmaz ha, oturub düşəndə olur da bir şey var. Maytafon piyoner, 4 piyoner kolonka, yəni muzika sistemi də əladır, yaxşıdır. Qiymətini də deyirsiniz. 5-5-ə deyirəm, düşərəm, razılaşma yolu ilə. Bütöv 5-ə istəyən olsa, Yox, 4-5 çox azdır. yox 5000, bütöv 5000-ə. Baxarıq, fikirləşərik. Biz təklif eləyirik ha. Ha. Məcbur eləmirik. Baxarıq. Görmək istəyən 055 773 47 58. Şəkildədirmi maşınınız? Şəkidə bəli. Uğurlar arzu Şəkinin Baltalı edirik. kəndində. Kəndə gəlsələr gərək qonaqlıq biraz. Elə şəkildə göstərəkmi? Problem yoxdur. Elə Uğurlar şeydə arzu problem edirəm yoxdur. qardaşım. Sağ ol. Siz Çox də sağ sağ olun. Çəkilişə görə Allah canınızı sağ eləsin. Minnətdaram var. Çox sağ olun. Allah razı olsun sizdən. Qardaş Allah xeyir versin. Sağ olun, çox sağ olun, Allah razı olsun. Nolon maşınıdır. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Valla pis maşın deyil, Zavaspor maşındır. 3 il yarım məndədir. Bir dənə Kraska ehtiyac var. Barterdə mülkündür. Aformut elətdirmisinizmi? Bəli, öz adımadır. Texas Motor Sportası yanvar ayında olunub təzə. Təkərləri, motor, kolsa qaladışı olub. Qəbələ rayonundan özüm. Xoş gəlmisiniz. Hə. Amma deyəsən alandan sonra heç maşına xərc çəkməmisiniz. Yox, Zavaskor maşındır, bir dənə Kraskası. Qalan hər bir şeyinə, təkərinə tutmuş diskli, hər şey təzədir. Şitinə kimi, papresi dəyişdi, daş dəydi, patlatdı. Olub, maya qoyduğum yerləri olubdur. İndi konserli maşınla dəyişmək istəyirəm, özüm taksi şoförəm. Bir dənə istəyirəm ki, Opel Astra olsun, konserli maşın, onunla dəyişmək istəyirəm. Barterdə mümkündür.
Belə nağda qiymət. Rayon yerində mi işlədirsiniz yoxsa Qəbələnin şəhərdə? özünəzdiniz, şəhərin ortasında, mərkəzində. Qəbələ biraz sərin olan yerdir buralara. bax. Gözəl yerdir, qəşəng yerdir. İstirahət qonaq eləyə bilərəm sizləri. Problem yoxdur. Mühərrikdə vəziyyət necə? Təzə yığdırmışam 3 aydır. Kolsa qıladız deyirik, hamısını dəyişdirmişəm. Yağ azaltma səsi Heç yoxdur qram ki? da yoxdur. Korobkada vəziyyət necədir? Atmağa ya da heç bir şey yoxdur. Yoxlayıb sürüb baxa bilərlər bu adamlar. Şitin dəyişmişəm. Əvim, pasonu çaşkasını dəyişmişəm. Təkərlər, diski təkər 4-ün bir qoymuşam. Qranatlara Qranatda bir dənə təzə almışam. Sol qranatda difet çıxıbdı. Pol niyyət cırılmayıbdı, amma yüngül səs var. Qalan heç bir şeyində yoxdur. dəyişilməlidir, hə? Yoxsa hələ Gedər, pol niyyət cırılmayıbdı. Zavaskor difet çıxıb. Aha, başa düşdüm. Bax bu təkərdə. Altı necədir? Altın üstü necə görürsünüz, bax elə altı elə tərtəmiz. Çürük pas yox. Heç bir şey, heç bir şey. Təkərlər də normaldır. Ha da təzə təkərdir. 2 ayın təkərdir. Yanvar, fevralda vurduğum təkəri qışı çıxıb. Deyirsiz dəyişilən yoxdur. Yox, öz detal. Bu dinlə mən onu çatdırmamışam ki, deşiklər var, daş dəyib. Bura var. Qapıda da elə biləm arxa qapıda acına batıq var, hiss olunmur. Qıraqdan Yox, baxanda. belə var, bir dənə, iki dənə belə daş şeylər var. Onu dəymədim ki, dedilər ki, Heç kraska vurulmayıb deyirsiniz. yox, 3 il yarım məndədir, mən vurmamışam. Yox, sizdən əvvəl deyil. Əvvəlin deyəm mənim qardaşım. Maşınımızın ön aynasında çat var. Ha, aynen. Dəyişmisiniz təzədən bir də çatda diyorsan. Atam bu dəyişib Qubaya gedim, qızım Qubadan ərdədir. Ora gedən daş dəydi, Kamazın dalından çıxıb. İnsana bir şey olmasın. Can sağ olsun. 110 manat almışdım atam, elə oldu, daş dəydi, patladı. Şit ama təmizdir. Ya təzə al qoymuşam, 200 manat. Oturacaqlar yaxşıdır. Hayır, bir Cırıqsa şey, küçük hayır, yox bir ki. Yox, yox, heç bir şey. 4 dənəsində də düymə gördüm. Aynalar düymə ilə Bəli, qaplı. 4-ü də işləyir, pultdur, bagaj pultdur. Pultdan qapılar Bəli, açılır. hər şey pultdur deyə. Bagaj da açdı. Pultdur, hər şey. Qiymətini də deyin də bizə. Qiymət atam 6200 deyirəm, sonu 6000-dir. Görmək istəyən Qəbələyə mi gəlsin? Qəbələyə gəlsin, problem yoxdur, sentrdə olurum, təzə bazarın yanında. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol, Allah razı olsun, çəkən gözləriniz sağ olsun. Allah can sağlığı versin. Siz də sağ olun. Minnətdaram. Çox sağ ol. Qardaş, Allah xeyrinizi versin. Çox sağ ol. 06 maşınınızı satırsınız. Çox sağ ol, var ol. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın yaxşı maşındır. Maşının 86-cı ildir. Qiymət də 2900-ə sataram. Sizdə nə vaxtdandır? Məndə 1 ildir. Etibarnamə nə Vaxtı işlədirsiniz? qurtarmışdı, təkrar etibarnamə almışam 1 illik. Alandan sonra xərcləriniz nə olubdu maşın? Xərclərin perioduna pul xərcləmişəm, başqa heç nə. Belə almışam, kuzası salamatdır, yaxşıdır. Çürükləri yoxdur. Deyim maşınımıza baxanda var. 2900-ə satarım. 2900-ə satarım. İlə 86. 86. 86. Aç görüm bura. Gülürsən, xoşun gəlmədik deyəsən irdə. Çok zevkli, bu süper bir kocalı. İnəklə qarışdırırsan, ey qardaş. Mal alıyorsun, kardeş, ne yapacak karıştırırım. Evet, Yenə sən onda gəldi mal çıxdı. bazarına get. O daha yaxşı Mal bazarına gedir, burada maşındır. Saat verir yani bu. Burada yox, mal bazarına gəlsən orada verəcək. Orada verir. Hə, mal bazarında burada yox. Ha bunun dişleri de tökülür. Ben yazdım buna ne kadar o yem verim, ot verim. 86-dan indiyə diş qalar, Allah evin Ya itisi. temiz dişleri gelir. Cəmaatın maşını pisliyib gözdən salma. Pistamıram, pis olur ki yoktu. Alırsan al, almırsansa da imkan ver qoy kişi danışsın görək Yox, bu nədir. kişinin özündən soruşaq ki, onun özünün ağzında diş qalıb, anadan gəlmə bir dənə də olsa. Dendi onun biraz yaşı çoxdur, ola bilər. Ben çok yaşlıyım lan ha. Kocalı. Hə. Hə. Hə Belə qardaş. qalır, kuza salamatdır, çürükləri yoxdur. Mühərrik nə idi mühərriki? Hərin olan birdir. Necədir mühərrik vəziyyəti? Yaxşıdır. Yaxşı. Yağ azaltması, Yox, səsi. yox, yox. Karabka neçə? Korobka 5-dir. 60 heç birisindən səs küylə yoxdur. Yaxşı, dəyişilib karabkası. Difer nəvəsi necə? DFD-də səs yox. Difer salamat. Salam, Maşınımızın polu çürüyü, pası, çürükləri yoxdur, yox. zavod poldu yoxsa dəyişilib pol? Yox, dəyişirilib. İş görülüb. Danqrat İş yerləri görülüb, var amma mı? səliqəli iş görülüb də, yəni Dan- bilinmir. Danqrat yerləri. Qanqrat yerləri hər biri salamatdır. Aha. Peredokda səs-küy necə? Yoxdur, pedokunu təzə yığdırmışam. Təkərlərdəki hələ ki işdə. Təkərlər belə də normaldır. Demir, yəni super deyir, amma normaldır. Elə biləm təkərin birində cırıq da var ha can. Var yüngül, hə, onun latoka salmışıq var. Ziyanlı bir şeydir yoxsa Yox, qorxuldu? yox, yox. Qalan nəsə varmı detallardan? Qapı, krel, kapot. Qalan
Hər halda dəyişilmiş olar. Mən indi onu deyə bilməyəcəm. Hansılar dəyişildiyini bilmirsiniz. Bilmirəm, yox. Belə baxıram normaldır hamısı. Kosmetik işi necə? 86-dan indiyə kimi hər halda qalmaz, yəni Təbii ki. dəyişilmiş olar. Belə müəyyən yerlərində bozarmalar var. Var, hə, rəngində biraz solğunluq. Gözəlləşdirmək üçün kraskalanmalıdır. Kraskalanmalıdır. Yəni, Aynalar- adam istəsə belə də sürər, yəni belə biabırçı vəziyyətdə deyil. Yox, pis deyil, biabırçı deyil ay. Hə. Aynalar təmizdir elə bilirəm. Ha, qırıq çat yoxdur. Yoxdur, yox, aynalarda yoxdur. İçərisidəki şit də İçərisidəki yaxşı. baxdınızsa, şiti də 07 yaxşıdır. oturacaqları qoymusunuz. Oturacaqsan 07 oturacaqlar, bəli. Ha, normaldır elə bilirəm. Normaldır, cırığı söküyü yoxdur, aşağı yuxarı açılır, qatlanır, hamısı hər birisi işləyir. İrəli geri işləyir. Aynalar əlindən qalxır, pultu yoxdur yəqin ki, eləmi? Yox, pultu yoxdur, yox. Qiyməti də dediniz 2900. 2900-ə sataram. Kimsə 2-5 təklif eləsə. Baxarıq da, yəqin ki o da biraz gələr üstünə, təklif eləmək. Ha, təklifdir, yəni bizimki təklifdir ancaq. Hə, təklifdir. Bir ortaq məxrəcə gələrik. Hardadır maşınınız? Hansı Maşın rayonda? üzərdə. Uğurlar arzu edirəm Çox sağ olun, qardaş. var olun, Allah razı olsun. Siz də sağ olun.